вопрос. Так. Пожалуйста, господин товарищ Зия Шехлинский, известная личность. Я очень рад. Я не люблю слово «известный». Должен быть... Вот записывайте это. Вы знаете, что, bilirsiniz, mən tanınmış rejissor özümü saymıram. Bizdə tanınmış rejissor Vagif Mustafayevdir. Çünki onun baxışçısı 10 dəfə, 12 dəfə, 15 dəfə məndən çoxdur. Lakin mənim baxıcım Vagif Mustafayevin baxışçısı deyil. Onun baxışçısı da mənim baxışım deyil də. Onu tanınmış başqa şeydir. İndi istedadlı, nə bilim, nə o başqa şeydir də. Mən sizə nə danışa bilərəm Bakı haqqında? Bakı ilə mən belə bağlıyam ki, indi aydın işdir ki, bu danadan olmuşam, böyümüşəm, məktəb qutarmışam, universiteti qutarmışam. Öyle həmin o universiteti ki, 2 il orada Nobel laureatı Landau oxuyub. Hər universitetdə Landau oxumur, Nobel laureatı çıxmayıb. Amma Bakı ilə belə psixopati yaradıcılığım nə ilə asılıdır? Mən çəkmişdim Almanlar haqqında film. Necə koloniyalar, kolonistlər də Almanlar Gəncə Qazax zonasında və Bakıda neft bumu olan vaxtında 19-cu əsrin axırı, 20-ci əsrin əvvəli nə tikiblər, sonra ki müharibədən sonra əsir olan Almanlar Bakıda nəyə tikmişdilər. Sözsüz ki, bu bəzi mənim filmlərə baxan tanış, biliş və yoldaşlar, onlar hesab edirlər ki, o Almanlar haqqında film bir həsrət nəğməsi mənim ən belə yaxşı əsərimdir. Onların fikrincə. Mən də çox xoşbaxtam ki, o boyda Goethe Universitetinin baş katibi bura gələndə mənlə görüşmək istədi. Mən də ona bağışladım. Goethe İnstitutunda o film var. Azərbaycanın başqa filmləri Goethe İnstitutunda Köln şəhərində yoxdur. Bir də onu deyim sizə ki, mənim bir filmim var. Necə Antonioni ilə Guerra Bakıya gələndə, onlar burada seçirdilər özünə da deyirlər kinoda naturanı. Mən də onlara kömək eləyirdim. Sonra 76-cı ildə. 76-cı ildə noyabr ayları idi, təxminən payız ayları idi. Onu da sizə deyim ki, sonra mənim İskusi Kino jurnalı əlimə düşdü. O da çox maraqlı Guerra o barədə danışır ki, biz getdik Bakını, biz belə gözəl yerləri görməmişik. O onun sözləri, mənim sözlərim yox, jurnal da məndə var. Dedi ki, bizi çox maraqlandırır, ürəyimizə yatan, o qədər şəhər də olmadı, şəhərin öz gözəlliyi vardı. Şərq də var idi, qərb də var idi. Amma şəhərin ətrafları, ona mən sonra deyirdim ki, estetika bakınskih sel. Mən onlara belə deyirdim o sözü. Onu çox onlar bəyəndilər xüsusən də. Görünür, təbiətcə İtalyanada xatırladı, ya da ki, onların fukusu ilə uyğun gəlirdi. O film, sonra ki mən çəkdim, bu yol hara aparırdı? Kuda şla eta daroga. O Fellini'nin ev muzeyində, Rimini şəhərində var. Heç bir Azərbaycan rejissor filmi. Ödədiyim sayımızda 2 dənə film. Bir mənim filmim odur. Bir də onlar çox sevirlər Danela'nın Nigarı filmi. O da var orada. O belə. Sonra mən çəkmişəm bir film Chopin'in qayıtmağı. O Polşa arxitektura üçün Bakıda. Bilirsiniz, Almanlar monumental yaradırdılar. Polşalar biraz izliskinde belə də. Amma ikisinin də üstünlüyü gözəllikdə idi, peşəkarlıqda idi və s. Bir dənə də mənim filmim 1999-cu ildə, onda hələ o problemi qaldırmadılar ki, içəri şəhəri nə günə saldılar da. Çünki elə binalar söküldü, ən əsas da elə binalar tikildi ki, o acayip binalardır da, bilirsiniz. Onların da yanında başqa tarixi binalar var.
Baxmaq mümkün deyil. Çünki həm də orada sıxır. izləyir, Absolutно, absolutно. Onu da deyim. Xahiş edirəm, mən onu pressdə demişim. Onu da saxlayın da veriliş olsa. Onun əvvəlini Rasulza qoydu. Çünki Rasulza Bəli Axundovla yaxşı münasibətdə idi. O Sovetin vaxtında Ulu Öndər hakimiyyətə gəlməmişdən qabaq o ensiklopediyanı tikdirdi Qoşa qapının qabağında. Ensiklopediya jelez betondan tikildi. Jelezi beton ara, işarı. Lixa birdən açala. Ondan sonra paşlo payıqla. O da oldu. Doğrusu biz indi görürük. Yaxşı ki, axır vaxt biraz saxladılar da. Amma oje Mavr öz işini gördü. Вот. Тем не менее, сейчас уже лучше, сейчас уже как-то, чем 99-й год. Хоть Да, но я бы, вот то, что sonra tikiləndən yarısını dağıdardım. Yarısını dağıdardım. İpsat elə binalar da var, köhnədən qalmış. Onları da, amma o demək ki, deyil ki, avariynidir. Onları yığışdırsan, onun əvəzində nəsə tikməlisən. Bilirsiniz, İçəri şəhər, onun öz aurası var. Siz özünüz, hamınız, bir də bir şəhəri gedin, görəcəksiniz məncəyəni. Heç kim orada tez-tez gəzmir. Heç kim orada bərk danışmır. Orada öz aurası. Mən Arif Babayeva dedim, yaxşı Maksud İçəri şəhərdə yaşamayıb. Siz necə filmdə uşaqlığın son gecəsi, o Ənvər ki, qapını döyür, Samı qapı bağlıdır, 2 dənə polis gəlir, deyir ki, orada uşağım hamını tanıyır da bir-birdir. İndiki zamana deyil. Evet, o şey nakladka. Aşağız danış, sən nə bilsin, necə bilsin. Arı mənim, görürsən, xoşuma gəlmədən düz söz. O şey, belə aseçkalar olur. Sözsüz ki, o an, necə istədim də, öz avası, öz ritmi var da, başqa şey, o içəri şəhərdən çıx, sonuçta başqa bir şəhərdir. Burada gəzməyinlə, səsi ilə, küyü ilə və sayrı. Yolda bir qədimlik hələm qalıb da. Antonioni, Michelangelo Antonioni burada olanda o içəri şəhərdə gəzibmi? Bəli. Siz, вот этот момент, который вы сейчас попутно рассказывали, как вы с ним встретились, как, вот какие-то интересные bu Azərbaycan dilində, это же... Deməli, biz onları Toğrul Civarlı ilə qonaq apardıq Karvansaraya. Antonioni də vegetarianisi idi. Mən də dedim ki, bizə toyuq kebabı ver. O da başa saldım ki, bu cücə şeydə pişir. Odun üstündə. Yağ zat yox. Ondan yedi. Ondan sonra da mənim sağlıma içdi. Dedi ki, bu cavan, hamı o da yaşlı biraz biliyor, diyor ki, o ən çox ürəyini etisab edə. Ben gördüm ki, hərdən bir maşında gedirdik. Hərdən bir başqa maşında idik. O maşını da hərdən bir mənim maşınımı ötürdü. Mən arzu elədim ki, kinoda bu rejissor olanda mənim yaradıcılıqda ötsün. Mən dedim ki, o mümkün deyil. Ona görə mən naruşeniya eləməliyim. O dedi, necə? Dedim, qırmızı işıqda siz saxlamalısınız, mən də sizi onda ötəcəm. Onun için çox xoşuna bu söhbətə gəlir. Neysə, onlar içəri şəhərdən çox zövq aldılar. Hətta o da biz gəzəndən sonra dedilər ki, bəs mehmanxana uzaqdır, dedi, yox. Dedim, gedəyim bulvardan gəzə-gəzə. Bulvarı biz gəzəndə rejissor, koordinator Anjela Dejgenti, o Moskvada 2 illik kursu okumuştu, o rejissorluqda idi. Rüstəm o vaxt senaristə 64-66 deyəsən illərdə. O dedi ki, mən sənə bir şey deyim, o çəkməli olsa film, hökmən burada çəkəcək. Mən o şey görürəm onun etisamı, hərəkətindən, onun baxışından, onun etisamı da. O müəllif də, ikisi müəllif idi. Tanino Guari də valih olmuşdu. Xüsusən də o qədər Bakıdan yox, necə onun ətrafından. Sonra onu kitabda da yazdı, öz kitabında Tanino Guari'nin kitabı çox maraqlı yazdı. Bir də İskusiya Kino jurnalda intervyu verəndə. Təəssüf ki, o film Воздушный змей, да,
həyata keçirə bilmədilər. Çünki Sovetlə bir yerdə çəkməli idilər. Onlar da, çünki onlar istəyirlər negativi xaricdə, təzə kodek çıxmışdı. Bizdə o texnologiya yox idi. Moskvada da rəhbərlik qorxdu ki, birdən onlar bu taboyda bir şey çəkər, anti-sovetskilə belə deyirlər o. Amma onların o fikri yox idi. Onlar düz fikirləşirdilər. Çünki sonra 2 il keçəndən sonra Tarkovski Stalkeri çəkəndə təzə kodekdə çıxdı, o da bırak çıxdı. Onlar belə şeylər. Onu şişirtmədilər o vaxt. Amma o səbəbi o oldu. Ну, в общем, sizə deyim ki... Какой у него характер? Вот, как он реагировал? Вот сказал, он спит, она наблюдает. Какой у него характер? Вот как вы, молодой человек, вот 25 лет, вышли, как интересно, как он взаимодействовал? Он аж лез, лез выше. Он на Азербайджан. Нет, самый интересный, один из интересных случаев был, это когда мы были у нашего председателя Госкино, Мамед Курбановича, да. Mehmet Kıvaç'ın yanındaydık, sədrində. Ondan sonra getməliydik, mən onlara göstərməliydim. Çünki bunlar axşam gəliblər 6-cı gün. Sadəcə mehmanxanaya, sonra uzun saat, iş günümüz başlandı orada ki, Mehmet Kıvaç qəbul elədi. Kino sədrimiz saat 11-də. Mən də tələsdirirdim ki, çünki bilirsiniz, payızdır da, gec, axşam tez düşür. Antonio da çox maraqlı söz dedi. Dedi ki, müraciət elədi Mehmet Kıvaç ki, bilirsiniz, mən Profesör Parçov filmi çəkmişəm. O, İspaniyada Naturanı seçirdim vertolyotla. Mən baxdım Kərifəni, Azərbaycan böyük respublika deyil də. Mən istəyirdim ki, 2 saatlıq mənə vertolyot versələr, onu etsamı. Mən gəzim də, baxım. O saat Mehmet Kıvaç tutuldu, Cəmil Əlibeyev kinosunu da müdürü mənə dedi ki, onun başını qoş. Mən dedim ki, bilirsiniz nə var? Gəlin, qutaraq da söhbəti də, biz getməliyik, zat o yan bu yana. Antoni deyil, gözlə. Mənə vertolyot lazımdır, siz də hesab edəm, gəlin. Gənə dedi ki, mənim başımı qoş. Mən girişəndə bu başa düşdü ki, məni Panatkos buraxırlar. Mənim tərəfimi saxlamaq üçün biz münasibət yaranmışdı. Dedi ki, mən görürəm ki, sizdə vertolyotla problema var. Problema varsa, onda İrana şaxa zəng eləyin. Deyin ki, Antonio'ya vertolyot lazımdır. Öz vertolyotunu göndərəm. Çox gözəl, belə maraqlı söhbətlər bizim oldu. Necə deyirlər, neproizvolda da belə. Mən çox təəssüflənirəm ki, yenə sizə deyim ki, Profesör Parçovu mən o vaxt baxsaydım, bir aydan sonra Bakıda göstərdi o filmi. Mən o bilərdim, çünki uyğun gəlir biraz natura. Onlara bundan başqa da. Onlara çox Qobustan onların xoşuna gəldi. Sonra o mənim zaslımdandır. Mən onları apardım Ətəşgaha. Ətəşgaha baxdılar. Ən maraqlısı da o deyil ki, biz Mıxannoy gününə düşdük. Axıran da bir rus kişi idi də. Mən də ona araq pulu verdim. O oldu bizim gidimiz. Elə maraqlı danışırdı ki bu kişi də. Sonra da Kalakolçikdən vurdu ki, bunu ben zəng vuranda, bunu cəmaat yığışınca. Antonio deyir ki, olan ben bunu zəng eləyim. O için verdilər o da var. Çox maraqlı idi. İnəyə görə mən indi öz mütərəfimə böyük iş gördüm. Çünki bunlar bundan sonra başqa bir film çəkdilər. İdentifikasiya jenişini. Orada bir epizod var. Kişi xanımınla gəlir villaya, soğuk vaxtı olur, payız vaxtı görünür, kamini yandırır. Ona deyir ki, soğukdur kamini yandırır. Qadın kamini yandırır, o deyir ki, bilirsən, mən bir yerdə oxumuşam ki, Bakının ətrafında elə bir yer var ki, neçə əsrlərdir, orada qaz ocaq var. Deyir ki, onlar xoşbaxt adamdırlar. Qızılın üstündə oturublar. İndi bilməm, qiymətli bilirlər, ya bilmirlər. Mən onları oraya aparmasaydım, o epizod filmə düşməyəcəkdi. Daha sonra belə momentlər
olub. Ha. Sonra mən sizə deyim, mən bir böyük işdə nə gördüm? Mən Rostropoviçə, məni çağırdılar studiya ki, bizdə materiallar var. Rostropoviç necə Bakıda olub, xanımı ilə, zadı ilə, zadı. Amma material çox maraqlı deyil. Hərdən bir, onlar reski kişidir. Nifok zad olurdu. Dedim, yaxşı, mən fikirləşərəm də indi onunla başqa nə etmək olar bundan. Mənim də bir xasiyyətim var, bilirsiniz. Mən kinonu təzə başlayan kimi o saat özümü reklam eləmirəm. Xəbər verirəm ki, çünki o mövzuda elə adamlar var ki, məndən çox bilirlər. Onlar da kimi həyatda da elə olub. Bir dəfə mən Nuri Paşa haqqında necə o Əliağa Şıxlinski ilə Azərbaycanı Gəncədən tutmuş Bakıya kimi gəlirlər, azad elədilər bolşeviklərdən, daşnaqlardan və s. Onu məlumat çıxan kimi SMİ-də mənə Bəhram Kemenşidə zəng, mənim bir dənə dostum var, onda yaxşı var, Bəhram, çox sağ ol, narahat olma, mən çoxlu material verim, şəkildə, zat da, lazım olsa müraciət eləyərəm. Amma Rostropoviç haqqında mən filmi ki başlamışdım, onda Tamara Filipovna Gumbatova var, Lütran, nə bilim, Afşinam, sədri, zat, onun kimi Bakını bilən Fuad qələt eləyir onun yanında. Fuad gəldi mənim filmlərimə baxdı, zaten o yan bu yan. Fuad bəzi şeyləri o başladı dərindən beri. Amma Almanları Bakını bilir, rayonda olan əhvalatları bilmir də, o Gəncə Qazaq zonasında. Çünki nə o, nə sonra Oktay Kərdimir, Qasimov, o birisi, onlar gedib mən cəmaatla görüşmüşəm. Elə adamlarla ki, hansı onlarla bir sinifdə oxuyublar, hansı bunlarla voleybol oynayıblar və s. Çox incə şeyləri mənə danışıblar. Belə olmaz, sən oturub tutan Bakıdan, oradan çəkirsən, uydurursan bəzi şeyləri də o şey. O düz deyil. Yaradıcılıqda belə şey olmaz. Ona görə, например, mən Oktayın üzünə dedim ki, Oktay, sana belə şey eləmək olar. Elbey Qasımzadə də eşidirdi onu. Dedim ki, sənin filmində KKB-şnik deyir ki, 2 gün sizə srok verirəm, şəhətə işlüklərimizi yığışır. Balam, Azərbaycanlılar səhər durdular, gördülər Rus yoxdur. Gecə vaxtı gəldilər onları, soxdular tavarni sastava getdilər. Ondan sonra da xanları doldurdular ermənilərlə. Onun üçün mən həmişə Alman səfirləri gələndə onları filmi göstərdim. Deyirdim ki, indi gedin xanlara da, indi Göygöl rayonudur da. Ora gedin, Jilindorfa gedin də. Gedin ora erməni qəbirstanına. Niyə? Dedim, gedin, başa düşəcəksiniz. Ora gedin, ondan sonra mənlə görüş. Çağırdılar məni, biz başa düşdük. Çünki onlar görürdülər ki, erməni qəbirstanlıqda daşın üstü də yazılıb 41-ci il bəddəlşi. Ondan qabaq ermənilər orada yox idi. Bizimkiləri Almanların evini tutmadılar. Amma erməniləri ora köçürdülər, onlar ermənilərin evini tutur. Bu o şey uydurma deyil. Bu həqiqətdir, gedin baxın. Tak что вот, Rostropoviç haqqında mən film çəkəndə Tamara Filipovna Gumbatova mənə dedi ki, Ziya, sən get Kaspi qəzetləri qaldır ki, o çox maraqlı məlumatlar var 14-16-cı ildə. Rostropoviçin atası Leopold ağlı kişi idi. O vaxt 14-16-cı ildə müharibə idi. Polşada Rusla vuruşurdu. Çünki Polşa onların Rus imperiyasının içində idi. İstədi ayrılmaq. Axırda da ayrıldı. Rostropoviç başa düşdü ki, o Moskvada, Peterdə qalsa, onun başını yeyə bilərlər. Palakdır. Qaçdı, gəldi Bakıya. Yaxşı da vaxt keçirdi. Mən Kaspinin zadı qaldırdım. Sizə deyim ki, İran səfirlikdən biraz yuxarı siz gedəndə, bağı keçəndə, Axundluq bağını, sol tərəfdə 2 mərtəbəli köhnə ev var, 2-ci mərtəbədə də balkonlar var. Orada Leopold Rostropoviç 14-16-cı illərdə yaşadı. Muzeydə onu bilmirdilər. Filmə baxandan sonra harada götürmürsən, dedim deməyəcəm o tak, gedin axtarın da. Mən Moskvada 27 mart 2005-ci ildə Yusif Mamilayev haqqında film çəkəndə getib arxiv üzərləri aldırmışım. Onda gəldim Astojenkaya,
Rostropovich, onun xanımı, zat bir yerdə biz filmə baxdıq, çay içdik zat, Rostropovich mənə belə bir söz dedi. Вы знаете, я даже не знал, что мой папа жил в Baku дважды. Mən də ona dedim ki, çox pis, amma bu çox vacib şeydir. Deyir, niyə görə? Dedim, çünki birinci dəfə Bakı xoşuna gəlməsəydi, ikinci dəfə Üzeyir bəy də çağırsaydı ki, Üzeyir də çağırmışdı onu. O şey gəlməzdi. Deməli, hə, onu düz deyirsiniz. Sonra da ondan zarafata dedim ki, biz sizlə qoğumuq. O Rostropovich deyir, hardan? Dedim ki, sizin anavuz Orenburg Kazakıdır. Mən də Qazaklıyam ona görə. Qızları da dedi ki, papa, o deyərsən sənin haqqında səndən çox bilir. O belə də bizdə çox maraqlı söhbət oldu, ürək açan. Sonra onunla Bakıya gəlmişdi. Bir dəfə xanım özü gəlmişdi. Onunla görüşdü, biz filarmoniyada biraz söhbət edik. Ayaq üstə. Bir də sizə bir şey deyim, çox maraqlı. O da məndə filmin ikinci yarısında onun xanımı Norma, Bellini'nin Norma operasında məşhur ariyanı oxuyur. O musiqi ilə də mən montaj edirdim də. O Rostropovich'dən Bakı ilə bağlı. O Rostropovich'in adına Bakıda nələr var da, məktəb, kükə və s. O Norma operasının ariyasında. Axırda dedim ki, Galina Pavlovna, mən onu çox da qulaq asmışam, çünki montaj edirdim mən. Mən orada nəfəs necə eləyirsiniz də, hiss elə, uzun araya deyil. Dedim ki, как вам удавалось вот это исполнять без вдоха? А вот как вы пели это вот? А вот так голубчики пела. Yaman dedi ona. Çok güzel. 80 yaşı vardı. Hanım xatun çox gözəl idi. Onun da bir cümləsi var. Bir dəfə qəzetdə oxudum. Çox maraqlı cümlə idi. Dedilər ki, niyə sizin qızlarınızdan ikisindən də biri olmadı musiqiçi? Deyir, çünki biz nə yaponuq, nə də cuuduq. Deyir, o nə məsələdir? Təkcə yaponlar da cuudlar zorla uşağı o sənətə göndərə bilərlər ki, olan həvəsi ona yoxdur. Bir şey də sizə deyim, bu sənətdən söhbət üçün. Bir dənə gözəl piano ki var idi, axı başdan ki görünmür. Wang Wang. Qısa müddətdə çox da daha Kitaydan idi, Wang Wang. Международный laureat, şimdi gözəl piano ki. Wang Wang dünyada məşhurlaşanda ondan qabaq o boyda Kitayda 5 milyon uşaq musiqi ilə məşğul oldu. Wang Wang'dan sonra 50 milyon oldu. Mən də həmişə arzu eləmişəm ki, Azərbaycanda yaşayan uşaqlar, körpələr, uşaqlar da millətindən asılı olmaq. Birinci, idmanla məşğul olsunlar, sağlam olsunlar. Çünki güc də bilikdir. İkincisi, hökmən bir dənə xarici dili bilsinlər. Mümkündürsə, mən demədim, Göte İnstitutu 7 dil, mənə köpə olurukça danışırdı. Bu üçün, dil, bir də meyli olsa zorla da olmaz. Musiqi. Onda işi başı qarışacaq. Kompüterdən uzaq başı 2 saatdən çox işləmir. Ondan uzaqlaşmaq lazımdır, çünki o yaddaşı həm də zövqü öldürür. O mənim fikrim belə, o dəqiqdir. Həm də uşaq, musiqi, idman, dil. Гармоничная, направленность. Mən Eldar Kuliyev bir dəfə mənə dedi ki, sən bilirsən, mən Moskvada oxuyanda, o bildi ki, mən istəyirdim şeyin haqqında, Orucum, Sabit Atayeviç film, gözəl, Ministr Qazı Paraylı, Laureat Lenski Premiyi, Sabit Atayeviç, o da bir əfsanadır. Dedi ki, mən onun sözünə baxmadım. Mən Moskvada oxuyanda, mənim anam bir dəfə apardı məni onun yanına, o postpretsiyada sədr idi o vaxt. O dedi ki, hökmən xarici dil öyrənmədim. Amma Ramiz Fataliyev
gözəl fransız dilini bilir. Çünki anası fransız dilinin müəlliməsidir, o ona o türqətli dili. Belə, dil bilmək vacibdir. Еще я хотел бы просить вас пару слов. Расскажите о своем знаменитом дедушке, предке, генерале. А что это уже самое, да? Важно. Вот что-то, может быть, что еще не сказано. Азербайджан. Hərdən bir deyirlər ki, sənin nəyin Əliağa Şükrinskiyə oxşayır da, o tipik olmuş. Dedim bir şey, o da kitabda bir maraqlı bir ifadə işlədib ki, bilirsiniz, o yaxşı Cigitov, bu Kruskerçi deyil də bu. Amma qəşəng Cigitovkanı bilirdi, at sürüdü. Deyir ki, mən atları çox yaxşı tanıyırdım. Gələr, Skaçkaya gələ bilərdim, deyərdim ki, bu at birinci gələcək. Elə o. Amma heç vaxt oynamırdım. Çünki mənim marağım yox idi o şey. Bilirsiniz, mən siyasətin oyunlarını, bəzi proqnozlarını, bəzi əvvəldən olub ki, demişəm, elə də olub. Siyasəti öz daxili dünyanla, necə deyirlər də, onu mən sınamışam, deyək belə. Amma mən heç vaxt siyasətlə məşğulum, çünki o mənim maraqlı deyil. Ondan başqasam, başqa şeyləri itirəcəm. Bir dəfə mənim bir filmim vardı. Azərbaycanski motivi, Azərbaycan nəğmələri. Rahman Badalov ssenarisi də Adil Abbaslı çəkmişdi operator kimi. Bir dəfə Kamal Abdullah'ın yanında o multikultural yürüyüşündə Kamal belə də hər yerində. Ola bir yoldaş mənə yaxınlaşdı, dedi, siz bu filmi necə çəkmişsiniz? Mən dedim, zövqlə. Mən başı bütün filmləri ondan çəkirəm. Biliklə yox, tam indi Moskvada oxumaqla, burada yaxşı rejissorlarla işləmişəm. Bu belə zövqlə. Hissiyyatla. Zövqlə, bir də hissiyyatla. O tak. Вкус и эмоция. Да. Да. Но это уже раздвоение, музыка какая-то. Да. Поэтому mənim filmlərimi ki, o arxitektura, muzika в камне. Da. Çünki böyle o filmdə, Alman filmində mən istifadə elədim Şnitkini, bir də Artemiyevin Nikita Mikhalkov'un o da yerinə düşdü. Polski filmlərdə işte 13-cü Nocturne Chopin'in. Çünki daşla musiqi çox. Все. Благодарю. Not at all. It is all. Давайте я до Хохмана скажу. Я кое-что снимаю. Ладно, все не мешает. Все нормально. А вот это тоже сними, да, аж пошлешь, и они посмеются. Гениальная история. Так, давайте. Хохму. Значит, я живу на Монтине, и как-то очередной раз оказался недалеко от метро Нариманова, там есть магазин «Ивановка», шел в это направление. И вижу, летом было, там у нас на улице продают же всякие фрукты, овощи и так далее. И одна очень красивая девица, молодая, лет 20, белокожая, с каштановыми волосами, зелеными глазами, явно приезжая. Или хохлушка, или русская, или белорусская, очень такая, да, славянская. Но все было вот без изъянов. Ну, я прошел, и вдруг этот продавец червоний держит в руках. По-азербайджански или по-русски говорите? Червонец держит в руках
и говорит, что это самое. А bunun dilini bilen var. Dedim ki, o belə xanımla mən dil taparam da. Ona dinən ki, 7 manat 50 köpük mənə borçludur. Я подошел к ней, посмотрел внимательно ей в глаза, сказал, do you speak Russian? Она говорит, конечно. Я говорю, что? И подошел к ней. Я ждал, чтобы она сделала шаг навстречу. Она не сделала, я сказал, что с вас 7,50. И повернулся, ушел. А потом в тот же вечер я встретился с друзьями, у нас было застолье. Я всем это когда рассказал, думаю, вот теперь девица поедет себе домой и скажет своим подругам, вставляйте Баку. Старый козел подходит. Do you speak Russian? Да. Да. Do you speak Russian? Не, вы говорите по-русски, а я do you speak Russian? Этим я ее купил, но в то же время шага навстречу не было. Поэтому я да, понял, что игра не стоит свеч. Да. Так что благодарю вас. Ну, кадр был. Да.